Ağsaqqal görən kimi, birinin üstlərinə qışqıran kimi hamısı özünü yığırdı və salam ayrılıb gedirdi. O əslində yaxşıdır. Qonşular məni tərifləyirdi, deyirdi, rədd olsun, varan biridir. Məni istəyən çox olur. İstər teatrda, istər Moskvada, istər bu bələdiyyə teatrında. Bəs yaxşı, necə dediniz ananıza ki, mən qız istəyirəm, evləndirim məni? Daş düşəydi. Niyə? Yenidən qarşıma məqsəd qoydum ki, qayıdaram Moskvaya. Səndən mən əlimi üzmərəm, ala göşürü söz zübeydə mən sənə yalvarıram. Dərdindən heyva təkrar aldım, gəl mənə yalvarıram. Əmircanda həyat necə olub? Əvvəllər Bəli, biz o vaxtlardan danışırıq axı. Əmircanda yaşayış çətin olub. Yəni, tarixən su problemi olub. Yol problemi olub. Özdə fikir verməyiblər, çünki Əmircan elə bir ki, neftçi kəndidir. Əmircanın demək olar ki, 80% neft üzrə işləyib. Elə mənim rəhmətli atam da 55 il neft üzrə işləyib. Amma cəmaatı mərd olub. İndiyəcə mənim yadımdadır ki, o vaxtlar belə sözü keçən cavanlar var idi ki, o qoçular kimi deməyim, o qoçular dövrü olub. Elə bir cavanlar olub ki, onların sözü yerinə yetirilir. Qanun olub. Qanun olub. Yadımdadır ki, yad bir yerdən gələn gəlin, ya qız xeylağı. Görərdilər ki, bu qapıya girdi, gəlirdi, bax, Tofiqgilin qapısına girdi, qonaq gəlib. Gecə saat 1-2 olsun, bir adam onu belə dönüb baxmazdı. Yəni, qıza, qadına belə böyük hörmət var idi. Sonra ağsaqqalların sözü, əgər məsələn, iki gənc dalaşırsa, ağsaqqal görən kimi, birinin üstlərinə qışqıran kimi, hamısı özünü yığırdı və salam ayrılıb gedirdi. O da qızım, mənə elə gəlir ki, tərbiyədən asılıdır. Əsas ailədə olan tərbiyədən. Heç vaxt yadımdan çıxmaz ki, rəhmətli atam məni çox istəyirdi, qulağımdan tutdu belə, vurmadı belə. Dedi, bala, sənin üç kəlmə söz deyirəm, yadımda saxla. Biri dedi, nə qədər əziyyətli, əzablı da olsa günü, çalış evvə, halal çörək getir. Haram getirsən, ha vaxtda dağılacaq. Bu bir. İkinci, ağsaqqallara, ağbirçəklərə hörmət elə. Gördün ki, xəstəlik gir qoluna, kömək elə. Gördün ağır yükü var, götür kömək elə. Üçüncü də, özündən böyük gördün, salam ver. Başlayı salam ver. Salam Allahın adıdır. Bir dəfə elə oldu, bizim meydan yeri var, qabaq meçidin yanında daşlar var idi. Saat 5-dən 6-dan sonra ağsaqqallar yığılırdı, otururdu. Biri qalyan yandırır, çəkir, biri o kağızı maxorka eləyir, söhbət eləyərdilər. Bir gün də anam məni çörək almağa göndərdi. Meçidin yanına gəlib çatanda gördüm, bir 10-15 dənə ağsaqqal oturub, söhbət eləyirlər, siqaret çəkirlər. Rəhmətlik daim da orada. Daimi gördüm, çaşdım. Belə divara söykənə, keçdim, getdim. Çörəyi aldım, dayı o yolla qayıtmadım. Uzun bir yolla dairə vurub gəldim evə. Anam qayıtdı ki, abala, nöşün belə gec gəldin? Dedim, uşaqlarla söhbət eləyirdim.
Sabahsı gün atam işdən gəldi. Qayıtdı, abla, bura gəl görün, yaxınlaşdım. O, əl qaldırmazdı bizə. Həmişə üzü gülərdi, amma bir şey olanda, onda bir zəhimli baxış var idi. Döysə ondan yaxşıdır. Gördüm, belə baxır, yaxınlaşdım, əsmə tutdu. Ata, eşidirəm. Dedi, bala, mən sənə demişəm ki, ya, böyüklərin yanında, böyüklərin yanından keçəndə salam ver. Ona da mənə deyirlər ki, Ayqulam kişi, o balacava deyəsən, pis tərbiyə vermişsən, qabağımızdan keçdi, salam da vermədi. Yadından çıxıb, dedim, ayaqda, dayım orada oturmuşdu, o məni çaşdırdı, ona görə. Qulağımı elə balaca burdu, heç vaxt çaşma. Baxın, uşaqlığınızı xatırladınız, amma uşaqların da bir oyun, əyləncə yeri var idi. Məsələn, uşaqlar bir-birlərindən oyunlar oynayırdılar, fərqli oyunlar oynayırdılar. Hansı oyunlar yadınızdadır? Mənim uşaqlığım bir çətin keçib. Atam tez rəhmətə gedib. Anam da bir savad, savadı yox. 5-6 dana qoyunumuz var idi. Anam o qoyunları məndən çox istəyirdi. Yəni, indi valideynlər deyir, abala oxuy, abala şeylə. Amma anam deyirdi ki, heyvanlar öldü acından. Mən dərs oxuyanda məni döyürdü ki, tövlədə ölür acından. Mən gedib otara dərs oxuyurdum. Anam həmişə deyirdi ki, səndən oxuyan olmaz. Çünki görürdü ki, nə portfel aparım, nə kitab. Bir dənə opşu dəftərdir, 40 vəraqlıq, o da burada. İndi yazıq uşaqlar pükülüb belə, qosunkalardan. Amma uşaqlıq gözəl idi. Futbol oynamaq. O bir yana, cürbəcə oyunlar vardı. Kulok oynayırdı, dalamindi oynayırdı, gizlampaç oynayırdıq. Amma uşaqların özü də bir-birlərinin ünsiyyəti də gözəl olurdu. Həm də uşaqlar çox ünsiyyətçil olurdular. Danışıq var, burada dostluq var, münasibətlər var. İndi hamımız telefona cummuşuq da, belə deyək. Hamı telefondadır. Ev elə sakitlikdir ki, düşünürsən ki, elə bir evdə heç kim yoxdur. Amma o vaxtı biz evdə oturanda uşaqların səsindən yata bilmirdik. Onların oyunlarından. İstər evdə, istər çöldə da cürbəcür oyunlar var idi. Özü də o vaxtı, belə deyim də, oyuncaq almaq da çətin idi də, Tofiq müəllim. Özümüz düzəldərdik. Sizin yadınızdaydı belə maşınlar düzəldirdik dəmirdən. Dəmirdən, gildən. Bax, bizim orada dərin bir quyu var. Quyunu, balkonu tikərəndə o quyunun ağzına zəvərdar daş qoydular. Çox dərin quyudur. Quyudan elə bil ki, bax, qapıya qədər elə bil qazılıb. Nərdivanı qoyurduq, düşürdük oraya göy gil. O gili götürürdük, cürbəcür figuralar düzəldirdik. Əvvəlcə oynayırdık, belə gəlirsən, vurursan, partlayır, kim ki çox oldu, palçıqdan gəlirsə, elə oyun vardı. Sonra o elə çox belə yapışqanlı gil idi, göy gil. Ondan cürbəcür figuralar düzəldirdik. Amma mən buradan düzəldirdim, oradan anam gəlir bir təpik vururdu. Başın qarışıb, heyvanlar qalıb aç. Alagöz züveydə, nə qəşəngsən qəşəng, həsrətin qəlbimi yandırır ey mələk. Sənin mən hüsnünə dözmərəm, səndən mən əlimi üzmərəm. Alagöz şirin söz züveydə, mən sənə yalvarıram. Dərdindən heyvat əksər aldım, gəl mənə yalvarıram. Necə gözəl oxudunuz. Ay, Tofiq müəllim, bir xaric səs də yox da. Ton düzdür. Əbəs yerə. Mən də biraz musiqini bildiyim üçün. Mən 2 il Moskvada yaşamışam. Moskva operetta teatrında işləmişəm orada. Ora mən getmişdim ki, istəyirdim gitsə daxil olum. Elə əvvəldən bizim instituta daxil olanda mənim arzum idi ki, Moskvada oxuyum, rejissorluğu qutarım.
Bəs necə baxırdılar Əmircanda aktyora? Yəni biraz incəsənət adamına fərqli baxmırdılar ki, Bakılılarda elə bir şey yox idi. Əksinə hörmət eləyirdilər. Bizim kənddən çox gözəl aktyorlar çıxıb. Yazıçılar var, yazarlar var. Mədəniyyət evinin yanından keçəndə inanırsan ürəyim ağrıyır. Heç nə yoxdur. Bina qalıb, bir dənə seçkilərdən seçkilərə eləyir. Bir dənə mədəniyyət evidir. Mən onun səhnəsində nə qədər tamaşalarda oynamışam. Belə qaynar qazan kimi qaynayırdı, indi yoxdur. Tək yox, bir ölkənin ki, mədəniyyət evləri bağlanmamalıdır. Gələcək aktyorlar, nəsillər oradan yetişir. Birinci addımı oradan atırlar. Onda belə bir sual verin də, Tofiq müəllim. O vaxtı teatra maraq çox idi, yoxsa bu vaxt var? Çox idi maraq. Həddən artıq. Biz həvəskar aktyor idik də. Məsələn, Meştibada oynayırdıq, bizim bu klubda. Bilbilədən, yeni Suraxanadan gəlirdilər tamaşaya baxmağa. Zal vaxt belə dolu olurdu. Profsayızın bir dənə tır-tır avtobusu vardı. Xahiş eləyirdilər, biz gedirdik başqa kəndlərdə tamaşa oynayırdık. Özü o vaxtda televiziya yox idi. Sonra 56-da, 58-ci illərdə televiziya oldu. O da hər adamın evində deyildi, varlıların. Ona görə ancaq teatr idi. Ancaq canlı konsert idi. Cəmaət axışırdı ora. Bax, siz deyirdiniz bayaq, ananız necə gəlirdi sizi teatra baxmağa, tamaşalara baxmağa, necə izləyirdi sizi? Həmişə mənə... O hansı ki, o ana ki, sizi qoymurdu oxumağa. Yenə də həmişə də tənqid eləyirdi. Hamısını tərifləyirdi. Sən nə oynayırsan? Düz oynamırsan. Bəzən də anamla dalaşırdım. Ümumiyyətlə, rəhmətlik anamda elə bir qəribə bir xəsiyyət vardı. Amma yaxşı xəsiyyət idi. O əslində yaxşıdır. Qonşular məni tərifləyirdi, rədd olsun, varan biridir. Heç vaxt anam məni bir dəfə eləməmişəm ki, eşitməmişəm ki, məni tərifləsin. Həmişə tənqid eləyirdi. O tənqidə görə də mən çalışırdım ki, daha da mükəmməl oynayasınız. Bəs özünüz necə ananız? Bax, ananız baxıram ki, belə çox ciddi bir qadın olub, sözü keçərli bir qadın olub. Necə dediniz ki, mən də evlənmək istəyirəm? Vay, elə yeri çatdınız. Mən çox gecə evlənmişəm. Hardasa 27-28 yaşım var idi. Evlənmək istəmirdiniz onda. Evlənmək istəmirdiniz. Bilirsiniz, anamın xəsiyyəti nə qədər axırda olsa, amma mənim bir arzum olub ki, elə qızla evlənim ki, məndən çox anamı sevsin. Anama qulluq eləsin. Məni istəyən çox olub. İstər teatrda, istər Moskvada, istər bu bələdiyyə teatrında. Amma mən hiss eləmişəm ki, o mənim ailəmdə dolana bilməz. Anamla yola gedim. Mən dil taparam, mən dolanaram, amma o. Hələ bu da indiki yoldaşım da elə anama baxar deyə onunla evlənmişim. Bəs yaxşı, necə dediniz ananıza ki, mən qız istəyirəm, evləndirim məni? Daş düşeydi. Niyə? Nə oldu? İnanırsınız, heç yerdə danışmamışam. Yenidən mən hələ Sumqayıtda işləyirdim də, Moskvadan qayıdandan sonra. Qarşıma məqsəd qoydum ki, qayıdaram Moskvaya. Tezdəndən gedib orada psixologiyam, mən instituta daxil olmalıyam. O planı qoymuşdum ki, hazırlaşırdım da. Bu yandan qastrola göndərdilər Sumqayıtdan, İsmailliyə. Getdik İsmailliyə, elə bir dənə dostum orada rast gəldi. Görüşdük ki, elə də apardı, xalası, anası izadı. Ay Tofiq, evlənməmişsən, nədir, o yan bu yan. Axırda bunu göstərdilər mənə. İnanırsın, mən ancaq anama görə. Anama gəlin yox, anama qız olsun. Yaxşı, bəs ananız gördü mü, bəyəndi mi? Sonra anamı göndərdim, dedim, get, plan yerə, bax, belə şeylə. Hələ bir ki, o da bir himə bəndiymiş. Getdi 2 gündən sonra gəldi ki, üzüyü taxdım barmağıma. Amma
Mənə həyatda toy qismət olmayıb. Niyə? Bəy durmamışam. Niyə? Çünki anam o rayonda elədi də, o xərci, toyun xərcini zadı. Anamı yola saldım İsmailliyə. Sonra 2 gündən sonra mən getməliyəm. Bu yandan dayım rəhmətə gedib. Elə getmək istəmirdi, xalam ali savadlı göz həkimi idi. Deyib, başı, indi sənin də qardaşındır, mənim də qardaşımdır. Nə bilirsən, yaşlı kişi idi. Bəlkə belə 1 ay, 3 ay, 5 ay şey olacaq, udar vurub da bunu. Sən get, o uşaq gör neçə yaşı var, get, xeyir işini elə. Zorla bunu göndərir. Anamı o yana yola saldım, bu yandan daim rəhmətə gedir. Getdim gəliyəndə uşaqları dedim, anam bilməsin ha. Gəlini getirdik. Yavaş-yavaş anama dedim ki, get gör qardaşım nətərdir dayım, çoxdandır görmürsən zat. Gəliyəndə dedim, ayır var, biraz aburlu qara mara zat. Nə? Gələdi, bildi. Onda elə bir qız toyu olub da orada elə. Qız toyu olub. Amma burada kişi toyu eləməmişsiniz. Mənim dostlarım Sumqayıtda dəvətnamələri paylamışdı. Ya o məhəbbət yoxdur. Bilirsiniz, görək, niyə görəsə, bir-birinə bağlı olmalıdır. İndi hətta Allah Teala uşaq verir, 1 uşaq, 2 uşaq amma ayrılırlar. Arı yerdə uşaqlar, zərbə uşaqlara deyir. Bunu mən görürəm də indi. Yaxşı, bizi nə dəyişdi ki, sevgisiz böyüdü uşaqlar? Dünən də deyirdi, məsələn, televizorda aliment artır bu qədər. Məsələn, məhkəmədə mən hakimə qayıtdım ki, bunu hardan qoymusunuz? Çünki həyatda mən də olub. Boşanmışam, mən də aliment vermişəm. Qanun var idi. Maaşın nə qədərdir? Onun 25%-ni keçirdilər. İndi işləyir, işləmir, dəxli yoxdur, maaşı 30 manatdır, 100 manatdır, nədir? Sən bu qədər bir uşağa pul ödəməlisən. Bu hardan çıxır? Çoxları da bu dəqiqə azad yaşamaq istəyir. Sərbəst yaşamaq istəyir. Nə edirəm qaynana, nə edirəm baldızı? Yox, bir tərəf ayrıldı, getdi. Deyə alır da alimentdir. Hakim baxandan sonra hardasa danışanda bilir də insanın danışılmaz zatdan psixoloqa göndərir. Gedin bir seans. Gedir, gəlir, danışır. 3 ay vaxt verir, gedin fikirləşin, gəlin. İndiki məhkəmələr, mən istəmirəm, sən istəmirəm, taraf, aliment, xoş gəldiniz. Siz nətər iladəyi Onda siz istəmirdiniz o ailə boşansın da? Yəni siz buna görə özünüzü... Yox, mən istəmirdim oğlumu. Prosta gəlinin anası. Müdaxilələr çox. Gəlinin anası dağıtdı. İndi də gəlin peşmandır. Görürsən, gəlir, papa qucaqlayır, öpür. Özü də məni kimi qaynata tapa bilməzdilər. Mənim aktyorluqdan başqa mən ailəmi pol aşpazlığına saxlamışam. Yaxşı aşpazam, toylara gedirdim. Belə işdən gəlirdi, gəlin, yeməyi, içməyi hamısı hazır. Yiyirdi, içirdi, papa öpdü məni, çox sağ ol. Hər şeyi hazır. Amma bəzən olur ha, neçə il boşansalar da sonra bir barışırlar. Bəlkə də bir işıq yeri olar inşallah. Gəlinin var idi, istəyirdi. Barışsın, amma oğlum nitkin idi. Həyatda nəyə səbr etmək çətindir? Yoxsulluğa, yoxsa haqsızlığa? Yoxsulluğa dözmək olar. Bir özü arxayın olmalısan. Bir Allah'ı tanımalısan ki, yol açacaq. Amma haqsızlığa dözmək çətindir. Adamın ürəyi parça-parça olur. Mən elə özümdən götürəndə neçə teatr mən dəyişmişəm. Mingəçevirdə işləmişəm, Muskamediyada, Sumqayıtda. Özümə görə yox. Çünki həm talantıma, aktyoram, məni 2 tamaşama baxıb, ulu Öndər Heydər Əliyev. Şəxsən əlini qoyub çiynimə mənə təbrik eləyir. Özü də qəribədir, tamaşamıza baxıb,
Ulduzlar Sönmür tamaşasını Qoçu Qələndər rolunda oynayırdım. Məlik Dadaşov görkəmli aktyor Nərman Nərmanov oynayırdı. Sumqayıt teatrında. Baxdı, qayıtdı, bundan müğayət olan bu yaxşı aktyor olacaq. Getdi Moskvaya neçə il, 10 il, 12 il Moskvada yaşadı. Qayıdandan sonra Muskomediya ki tezdən tikildi. Onda Məktubat tamaşasına açıldı. Mən də Həsənqulu Bey rolunu oynayırdım. Niyədən yadımdan birinci sırada oturmuşdu. Bu insan tamaşaya nətər baxır, elə bil prezident deyir, elə bil ki, bir uşaqdır. Elə ürəkdən gülür, gözündən yaş gəlir. Hərdən düzgün oxumayanda başını bulayır. Hacı Baba oxuya bilmirdi, Məktubada oynayırdı. Allah rəhmət eləsin. Mənim direktorum oldu, bilirəm. Hacı Baba Bağırov oxuya bilmirdi. Oxuya bilmirdi. Orada həm də canlı oxuyurdular da, orkestr var idi. O boyda orkestrlə. Tamaşadan sonra çıxdı, Üzeyir Hacıbəy onun yaradıcılığından danışdı. Ondan sonra şeydən, birdən qayıtdı ki, o Həsənqulu Bey rolunu oynayan aktyoru görmürəm. Məndə də bir adət var, gedib arxada gizlənirdim. Uşaqlar itələdi, çıxdım, dayanıb belə, baxdı, yaxın gəl. 2-3 addım atdım, dayandım. Bilirsiniz, onun baxışından bilmək olmurdu. Belə onu baxandı, adamı belə titrətmə tuturdu. İkinci dəfə dedi, yaxın gəl, gəl də 1-2 addım atdım, dayandım, güldü. Yaxşı bir gülüşü vardı. Burada adam yiyən var, yaxın gəl. Cürətləndim, yaxınlaşdım, belə baxanda qayıtdı, tanıdım səni. Qoçu Qələndər. 12 il, 13 il keçmişdi üstündən. Bu insanın hafizəsinə bax. Qayıtdı bu obrazında xoşuma gəldi. Bilirdim sən yaxşı aktyor olacaqsan. Hələ 2003-də də onun qolunla mənə əməkdar artist verdilər. İnsan yaşlandıqca daha çox nəyi düşünür? Gördüyü yaxşılıqları, yoxsa etdiyi səhvləri düşünür? Hamısını. Həm yaxşılığı, həm Yenə də səhvləri. anamdan deyim, Allah rəhmət eləsin sizə ölənlərə. Görürsən, tezəyə 9 olurdu, gedib yıxılıb yatırdı. Səhər duranda, deyirəm, ayır var da, saat 9-dan yıxılıb yatmışsan. Nə deyirsən ki, bütün gecəni yatmamışam? Qədiri. Böyüyərsən, yaşlanarsan, onda bilərsən. İndi də qızım, mən yata bilmirəm. Saat 2-də, 3-də oyandım. Yəni, bütünü, həm uşaqlığım, həm cavanlığım, həm Moskva, bütün hamısı kino lenti kimi gözümün qabağından gedir, özümlə dalaşıram. Niyə burada səhv elədim? Niyə burada belə elədim? Axı, bu belə olmamalıydı. Elə bil, özümlə özümü imtihana çəkirəm. Yaxşı, yenidən cavan olsaydınız, hansı səhvi təkrarlamazdınız? 70 illikdə mənə jurnalist, o elə bir sualdır da, deyir, Tobi müəllim, əgər siz cavan olsaydı tezdəndən, bu sənətə gələrdiniz? Yox, mən sənəti düşünmürəm, çünki sənətə toxunmaram. Sənət doğrudan da o adı kimi incə sənətdir. Amma insan səhvsiz yaşamır axı, hamının bir səhvi var. Var. Yaxşı, sizdə elə bir səhv ola bilər ki, o sizə dərs olar və siz deyərsiniz ki, mən cavan olsam bir də bu səhv etmərəm deyərdiniz. Mən gənclər kimi ailə qurmaq, toy eləmək, bey olmaq olmayıb, qismət olmayıb. Əslində bunlar sizin arzularınız olub, amma həyata keçməyib. Həyata keçməyib. Və səhv də ki, o insan xoşbəxtdir ki, səhv eləyir. İstər cavandır, istər orta nəsil, səhv eləyir. Sonra dərk eləyir onu. Dərk eləyir, ikinci dəfə səhv eləməz. O səhv eləməz. O insan ki, ya, səhv eləyir, elə deyir, yox, mənəm, yox. Mən elə axırda gəlir, deyir. Uçurumun lap başına çatanda onda da gec olur. Gənclərə nə arzu edərdiniz?
Son olaraq belə bir sualla da bitirək. Həyatlarını boş-boşuna keçirməsinlər. Həyat elə bil ki, bir an da elə bir keçir gedir. O anları boş buraxmasınlar. Çünki o anlar qayıtmayacaq.